Salam, hər vaxtınız xeyir. Bədii əsərləri haqqında söhbətlərimizi davam elətdiririk. Bugünkü söhbətimiz 19-cu əsr Avropa ədəbiyyatının nəhəng yazıçılarından biri olan Honoré de Balzac'ın Şaqlen Dərisi əsəridir. Əsər haqqında onu deyə bilərəm ki, əsər nəinki 19-cu əsrdə, 20-ci əsrdə də ümumiyyətlə dünya ədəbiyyatının ən gözəl əsərləri, yəni bestseller olan əsərləri sırasına daxildir. Və Honoré de Balzac ümumiyyətlə yaradıcılığında realist yazıcı olub. Yəni həyatı olduğu kimi göstərib, həyatda baş verən hadisələri olduğu kimi əks elətdirib. Və Şaqlen Dərisini oxuduqca 19-cu əsr Fransa həyatı gözümüzün qabağında canlanır. Əsərin qəhrəmanı tam kasıblamış, heç bir pulu, varı, dövləti olmayan, zadəgan əslindən olan Rafael de Valentindir. Rafael de Valentin dediyim kimi tamam müflisləşib, heç yerdə pulu, parası yoxdur, heç bir əmlaki yoxdur. Lakin daxilən o qədər kibar, o qədər yüksək cəmiyyətə məxsus hisslər var ki, o real həyatda yaşaya bilmir. Onun arzuladığı, can atdığı Parisin kübar həyatıdır. Parisin yüksək cəmiyyətidir. O burada yaşamaq istəyir. Burada ballarda, kübar məclislərdə iştirak eləmək, qadınlarla görüşmək istəyir. Lakin maddi vəziyyəti buna heç cür imkan vermir. Bu da gənc oğlanı çox sıxır. Gənc oğlanın həyatı çox kədərlidir. O qədər kədərlidir ki, hətta o qumar oynamağa çalışır. İstəyir ki, qumar oynasın, bəlkə oradan pul əldə eləyib, istədiyi həyatı yaşaya bilsin. Lakin burada da bəxti gətirmir, bütün olan qalan pullarını da itirir. Və gənc Rafael elə bir vəziyyətə düşür ki, heç yaşamaq həvəsi qalmır. Çünki pulu, parası yoxdur. Və axırda intihar haqqında fikirləşir. Fikirləşir ki, bu dünyadan öz xoşuna çıxıb getsin. Çünki istədiyi həyatı yaşaya bilmir. Kasıb, birtəhər yaşamağasa heç cür bacarmır. Bunu da eləyə bilmir. Və intihar etmək fikri ilə Parisin küçələri ilə gəlir və bu zaman qabağına köhnə əşyalar, yəni antikvar əşyalar satan bir mağaza çıxır. Gəlir, girir mağazaya, əşyalara baxır, vaxtını keçirdir. Bu zaman mağazanın sahibi, qoca baqqal Valentinə yaxınlaşır, nə axtardığını soruşur. Sanki qoca baqqal Valentinin ürəyini görür, daxili aləmini görür və ona deyir ki, istəyirsən mən sənə elə bir əşya verim ki, ürəyindən keçən hər şey əldə eləyəsən. Yəni ürəyindən nə keçirsə, hər şey olsun, onu yaşayasan. Valentin qulağına inanmır. Yəni elə bir şey ola bilər ki, mən istədiyim həyatı yaşayım. Qoca dükançı deyir ki, bəli. Bunu deyir və üstünü toz basmış köhnə bir qutunu açır və qutunun içindən bir dəri çıxardır. Deyir ki, bunun bir şərti var. Nə qədər istədiyin arzular həyata keçdikcə bu dəri get-gedə kiçiləcək, balaca olacaq. Və bu dəri tamam kiçilib qutarandan sonra, yəni sənin bütün arzuların həyata keçdikdən sonra tamam dəri kiçildi, bitdi, sənin həyatında bitəcək. Rafael qulaqlarına inanmır. Yəni həqiqətənmi bu dəri, bu kiçik dəri mən istədiyim, arzuladığım həyatı mənə verəcək? Bunu fikirləşir və cibində olan qalan nə qədər pulu var, hamısını qoca baqqala verib dərini alır. Və bugündən Rafaelin həyatı dəyişir. Özünə Parisin mərkəzində böyük bir ev alır. Böyük həyəti, çoxlu qapıda nökərləri var. Həyat tamamilə dəyişir.
Bir sözlə Rafael istədiyi həyata qədəm qoyur. İstədiyi kimi yaşayır. Vaxtilə onun üzünə bağlanmış yüksək kübar cəmiyyətinin qapıları indi onun qarşısında taybatay açılır. Vaxtilə onu tərk eləmiş, ondan uzaqlaşmış dostları, tanışları hamısı onun evindədir. Hamısı onunla dostluqlarını bərpa eləyib. Vaxtilə onu bəyənməyən, ondan qaçan Parisin gözəlləri, kübar aləminin nazlı qəmzəli yüksək cəmiyyətin gözəl xanımları indi özləri Rafaelə can atırlar. Onunla ballarda rəqs eləməyi, onunla vaxt keçirməyi özlərinə şərəf bilirlər. Rafaelin həyatı tamam dəyişib. Hələ bu azmış kimi vaxtilə onlarla bir yerdə yaşayan, sonra isə köçüb xarici ölkəyə getmiş dayısından ona böyük, çox küllü miqdarda pul miras qalır. Qürbətdə vəfat eləmiş dayısı öz böyük mirasına Rafael de Valentini varis təyin eləyir və notarius gəlib böyük miqdarda pulu Valentinə təqdim eləyir. Yəni həyat tamamilə dəyişir. Rafael çox xoşbəxtdir. Onun xoşbəxtliyini tamamlayan bir şey də var. Vaxtilə kasıb olanda o lap kasıblar üçün olan bir pansiyonda yaşayırdı. Pansiyonun sahibəsi bir dul qadın idi və həmin qadının çox gözəl bir qızı var idi. Qız da, anası da Valentinə çox kömək eləyirdilər. Hətta yemək olmayanda, yemək az olanda onlar öz yeməklərindən kəsib Valentin üçün səhər yeməyi, şam yeməyi hazırlayırdılar. Və pansionatın sahibəsinin qızı çox gözəl, çox mehriban bir qız idi. Hələ o vaxtı Rafaelin qızdan çox xoşu gəlirdi. Ancaq yaşamağa özünün belə pulu, parası olmadığına görə ürəyini qıza açmamışdı. İndi artıq belə xoşbəxt olandan sonra o gedir, o gözəl qızı Polina ilə gətirir, ailə həyatı qururlar və bir yerdə yaşamağa başlayırlar. Deməli, həyat Rafael de Valentinin üzünə gülür. Hər şey yaxşıdır, hər şey istədiyi həyatı yaşayır. Lakin Rafael de Valentinin üzü gülmür. Həmişə o ballardan, gəzməkdən evinə qaydanda öz otağına çəkilir, o balaca sandıqçanı açıb oradan dərini, şaqlin dərisini çıxardır və günü-gündən bu dərinin nə qədər balacalaşdığını, nə qədər kiçildiyini görür. Bu Rafaeli çox üzür, çox pərişan eləyir. Ona görə də heç vaxt üzü gülmür. Nə qədər gözəl məclislərdə olsa da, nə qədər gözəl zaman keçirsə də, yenə Rafaelin üzü gülmür, Rafael kədərlidir. Gənc arvadını da bu çox narahat eləyir. Nə qədər yalvarır, yaxarırsa da Rafael ona heç nə demir və get-gedə səhhəti pozulur, hətta xəstəliyə düşür və xəstəliyi get-gedə şiddətlənir. Elə bir vəziyyətə düşür ki, Rafael artıq Parisdə müalicə oluna bilmir, bir müddət dağda olan pansiyonların birinə gedir. Orada yaşayır, bir müddət orada yaşayır. Nə qədər müalicə olunursa, müalicələr heç bir nəticə vermir. Səhhəti günü-gündən zəifləyən, günü-gündən geriyə gedən Rafael yenidən Parisə qayıdır. Parisə qayıdan gənc Rafael artıq xəstəliyindən evdən bayıra çıxa bilmir, günlərini evində öz otağına çəkilərək keçirir. Vəziyyəti də günü-gündən pisləşir. Günlərin bir günündə hava çox gözəl olanda, yaz səhərinin birində arvadının xahişi ilə ikisi bir yerdə bağa gəzməyə çıxırlar. Bağda gəzirlər, fırlanırlar və bu zaman Rafael əlində saxladığı çox balacalaşmış, kiçilmiş şaqlin dərisini birdən-birə quyuya atır. Quyuya atdıqdan sonra yenə arvadı ilə bağı gəzməyə başlayırlar.
Rafaelin vəziyyəti birdən-birə dəyişir. O qədər gözəlləşir, o qədər gümrah olur, gülür, arvadını qucaqlayır, zarafat eləyir. Elə bil ki, onun üstündən böyük bir dağ götürürlər. O qədər xoşbəxt olur, o qədər rahat olur, o qədər dərindən nəfəs alır, özünü çox xoşbəxt hiss eləyir. Onun bu xoşbəxtliyi, onun vəziyyətinin birdən-birə belə dəyişməsi arvadını çaşdırır. Arvadı bilmir ki, neyləsin. Bir arvad o qədər həyəcanlanır ki, əyilib Rafaelin qucaqlayır, onu öpür. Birdən-birə hər iki gənc birdən-birə xoşbəxt olurlar. Həyat birdən-birə gözlərində cənnətə çevrilir və bir-birini qucaqlamış halda bağdan çıxıb gəlib evin qabağında gözəl səkidə otururlar, çay, qəhvə içirlər və bir-biri ilə söhbət edirlər. Çox xoşbəxtdirlər. Bugün nə gözəl gündür. Polina ürəyində Allaha çox şükür eləyir. Nə gözəl gün oldu. Ərinin əhvalı nə gözəl dəyişdi. Rafael gülür, zarafat eləyir. Bu nə böyük xoşbəxtlikdir. Bir söhbət elədikləri vaxtı bağa qulluq eləyən bağban onlara yaxınlaşır, təzim eləyir və əlində tutduğu balaca dərini stolun üstünə qoyub deyir ki, cənab, mən gülləri sulamaq üçün quyudan su çəkəndə vedrənin içində bu dəri çıxdı. Bunu deyib gedir. Rafael stolun üstündəki şaqlen dərisinə baxır, tamam balacalaşmış, kiçilmiş şaqlen dərisinə baxır və bilir ki, bu artıq sondur. Və hər şey birdən-birə gözəlləşdiyi kimi, birdən-birə yenə qəmə, kədərə bürünür. Arvadı nə baş verdiyini başa düşə bilmir. Nə qədər yalvarsa da, nə qədər ağlasa da, Rafael ona heç nə demir, çıxır, öz otağına çəkilir. Və vəziyyəti birdən-birə pisləşir. Tez illərlə ona qulluq eləyən nökəri tez həkimin dalıcan adam göndərir. Nə qədər eləyirlərsə həkim gəlir, nə qədər eləyirlərsə o nə həkimi, nə qoca nökərini, nə də sevimli arvadını yanına buraxmır. Qapını bağlayır və evdə, otağın içində qalır. Nə qədər çalışsalar da otağa daxil ola bilmədilər. Səhərə yaxın qapını açıb içəri girəndə artıq gec idi. Əsər çox gözəl əsərdir, oxunaqlı əsərdir. Fikirləşirsən ki, bəlkə yazıcı şaqlen dərsinin simasında o insanın həyatında zamanın rolunu göstərmək istəyirdi. Bizim arzularımız həyata keçdikcə, istədiyimiz hər şeyi əldə etdikcə, axı zamanımız get-gedə azalır, zamanımız da get-gedə qısalır. İnsan hər şeyi əldə edəndən sonra, ürəyi istəyənləri əldə edəndən sonra insanın da həyatı bitir. Bəlkə yazıcı bunu demək istəyirdi. İkinci tərəfdən biz gənc qəhrəmanın pula, vara, dövlətə olan həvəsini gördük. Gənc qəhrəmanın hamıdan kübar cəmiyyətdə olmaq, hamıdan fərqlənmək, hamıdan yüksək olmaq ehtirasının şahidi olduq. Ancaq biz onun mənəvi ruhunu görə bilmədik, mənəvi həyatını, daxilini görə bilmədik. O axı insanı yaşadan təkcə pul, var, dövlət, fərqlənmək, hamıdan seçilmək deyil. İnsanı yaşadan onun daxili aləmidir, onun ruhudur, onun mənəviyyatıdır. Təbii ki, bunlar hamısı mənim subyektiv fikirlərimdir. Ona görə də çox istəyərəm ki, hər kəs bu gözəl əsəri oxusun. Əsər həqiqətən də oxunaqlı, oxumağa, vaxt, zaman sərf eləməyə dəyən əsərdir. Bugünkü söhbətimiz bu qədər. Yeni əsərlər haqqında yeni görüşlərə qədər. Sağ olun.